Tofiq, o təlim məşqləri Amerikada həmişə keçirirsiniz. O niyə orada nə fərq var ki Azərbaycandan? Yəni ki, Bax, fərq oradadır ki, deyərdim ki, yəni onlar döyüşçü dedikdə burada bir döyüşçünün, yəni həm potensial olaraq, həm necə deyim, fiziki cəhətdən, həm maddi, həm mənəvi cəhətdən, yəni onlar buna sırf iş kimi fokuslanırlar. Səhər, gün, orta, axşam bunlar zallardadır. Yəni hər dəfə praktiki, taktiki, texniki bu şeylərin üzərində işləyirlər. Yəni bizdə əfsuslar olsun ki, müəyyən cəhətdən idmançılar üst tur zala, günorta problem var, evdə falan şey yoxdur. Yəni həm maddi tərəfdən diqqət yoxdur, dəstək yoxdur, həm deyərdim ki, fokusları sırf idmanda deyil, fikirləri idmanda deyil. Burada bir çox idmançı misal üçün səhər məşq edir, axşam gecə həyatı yaşayır. Yəni ya işləyir, ya gecə həyatı yaşayır. Baxırsan ki, yəni fokus yoxdur da, yəni belə deyək də fokuslanmır, sırf belə qələbiyə fokuslanmır və yaxud da öz niyyətinə çatmaqdan ötürü, yəni özünü orada görmür. Yəni sadəcə məşqə gəlir, gedir, kimdənsə dala qalmasın deyəni. Amma orada elədir ki, yəni bütün zala girsən, bütün UFC döyüşçüləridir. İstər-istəməz səndə o necə deyim, onlara baxırsan ki, onlarla sparingi dayanırsan və yaxud da onlarla bütün məşqlərdə güləşirsən, parterdə, ayaq üstə. Yəni hər bir taktiki, texniki məşqlərdə onlardan bir yerdə olursan və görürsən ki, bunlar sadəcə fokusları var da, bunların amalı var, niyyəti var. Yəni bunlar döyüşmək üçün yanırlar elə bir ki, döyüş görmək istəyirlər. Bunlar özlərini göstərmək istəyirlər. Yəni onlara baxırsan istər-istəməz səndə də o ruh yüksəkliyi yaranır, səndə də o motivasiya olur. Yəni həm taktiki tərəfdən hazırdılar, həm texniki tərəfdən hazırdılar, həm peşəkarlıqları var, həm güləş deyirsən, güləşirlər, ayaq üstə deyirsən, ayaq üstə vuruşurlar. Yəni hər tərəfli bunlar hər şeydə yüksək səviyyədədirlər. Yəni məşqçilər də elə bir xırda bir detallar göstərirlər ki, misal üçün bəzən sən 20 il idmandasan, sən onu bilmirsən.